Salam, hər birinizi xoş gördük. Mən bu videoda sizlərə son günlərdə keçirilən müəllimlərin işə qəbul imtahanı haqqında məlumat vermək istəyirəm. Əslində müəllimlərin işə qəbul imtahanı nəticələri barədə, imtahanın keçirilməsi prosesi barədə, imtahanda baş verənlər barədə, suallar barədə, bu barədə geniş şəkildə istəyirəm ki, danışam. Düzdür, mənim sahəm dövlət qulluğudur, lakin müəllimlərin işə qəbul imtahanında olan bu proseslər məni də maraqlandırır. Təhsil sahəsinin içərisində olduğuma görə bir, ikincisi də ki, valideynlərim və ətrafdakı olan sevdiyim insanların əksəriyyəti müəllim olduğuna görə iki. Bu iki hal məni maraqlandırdığına görə istədim ki, müəllimlərin işə qəbul imtahanı haqqında sizlərə bir video çəkəm və bu videonu eyni zamanda Elm və Təhsil Nazirliyinə əməkdaşları tərəfindən və yaxud da ki, digər məsul olan şəxslər tərəfindən izlənməsinin də düşünürəm ki, az da olsa kömək çatacaq ki, müəllimlərin isyanları və yaxud da ki, müəllimlərdə olan sözlərini, müəllimlərin dediklərini bir növ mən bu video vasitəsilə məsul şəxslərə çatdıracağam. Deməli, əziz yoldaşlar, mənə kifayət qədər artıq müəllimlər müraciət elədi ki, imtahanlar necə keçirildi, həm Azərbaycan və ədəbiyyat müəllimləri, filoloqlar və yaxud da ki, riyaziyyat müəllimləri, eyni zamanda digər fizika müəllimləri mənə bu barədə kifayət qədər artıq məlumatlar verdilər, imtahan necə keçirilir və yaxud da ki, imtahandakı suallar necədir və s. və s. Bu barədə biz kifayət qədər danışacağıq indi bu barədə. Uzun sözün qısası, əziz müəllimlər, mən hər birinizi başa düşürəm. Vəziyyətin nə yerdə olduğunu dərk edirəm. Özümü sizin yerinizə qoyub və hansı halda olduğunuzu başa düşürəm. Ümumiyyətlə, birinci buradan qeyd etmək istəyirəm ki, üzümü Elm və Təhsil Nazirliyinə tutub demək istəyirəm ki, əziz yoldaşlar, əziz şəxslər, siz bu imtahanda ancaq düşünə bilərsiniz ki, təhsil verənlərdə keyfiyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə onları biz imtahana keçiririk və imtahana kəsilən şəxslər hə, biz məktəbə artıq getmirlər, onlar artıq müəllim deyirlər. Lakin burada göz arxasında qalacaq bir məqam var, pərdə arxasında qalan bir məqam var ki, bu müəllimlərin şəxsiyyəti. Bu müəllimlərin 40 il, 30 il, 35 il stajı elə bil ki, yanır. Nə maaş ala bilmirlər, nə pensiya ala bilmirlər. Lap maddi cəhəti qulaq bir qırağa. Burada vacib məqam müəllimin özünə olan inamsızlığıdır, özünə olan güvənsizliyi ortaya çıxır. Əgər bir müəllim gedib o imtahandan kəsilirsə, sabahsı gün o şagirdlə yolda görüşəndə, şagird ona salam verəndə, müəllim deyə müraciət edəndə artıq müəllim öz-özünə pis olacaq. Nəyə görə pis olmalıdır ki? Bundan əlavə olaraq da mən kifayət qədər bu tip nümunələr çəkə bilərəm. Müəllim öz müəllim kollektivləri arasında, müəllim öz ailəsinin arasında, müəllim öz şagirdləri arasında və ya qarşısını sınır. Bu əsas məqam buna ibarətdir. Mən düşünürəm ki, müəllimlərin bu imtahana kəsilməsinin ən çox pis olmasının səbəbi maddi cəhət deyil, məhz bu cəhətdir. Sınmaq söhbətidir. Təkrar demək istəyirəm ki, öz valideynlər arasında, övladlar arasında, öz müəllim kollektivi arasında, öz şagirdlərin qarşısında müəllimlər sınırlar. Nəyə görə sınmalıdırlar? Mən birinci bunu qeyd etmək istəyirəm. İkinci məqam onu vurğulamaq istəyirəm ki, sualları necə təşkil olunub. Yenə təkrar demək istəyirəm. Mən bir müəllim, hər hansısa bir orta məktəbdə müəllim işləmirəm və yaxud da ki, filoloq deyiləm və ya hər hansısa bir, belə deyək də, bu işin içində olan bir şəxs deyiləm. Söhbət orta məktəbdən, müəllimlərdən gedir. Lakin mən də dövlət qulluğu üzrə bir fənn müəllimiyəm və təhsil sahəsinin içərisindəyəm və yaxud da vurğuladım ki, mənə kifayət qədər müəllimlər öz müraciətlərini eləyirlər müəyyən məsələlərlə bağlı və digər mənə dedikləri barədə istəyirəm ki, sizə bir neçə məlumat verəm. Ən böyük başlıca səbəb imtahanda müəllimlərin kəsilməsinin ən böyük başlıca səbəblərindən biri düşünürəm ki, proqramda olmayan mövzuların salınmasından ibarətdir. Bu ələxüsus Azərbaycan dilində, ədəbiyyatda, fizikada və kimyada, eyni zamanda riyaziyyatda bundan ibarətdir. Mövzuda olmayan sualların salınması müəllimlərin kəsilməsinin böyük əhəmiyyət kəsb edir. Məsələn, biz burada Elm və Təhsil Naziri proqram verir. Bəli, ondan məlumatım var. Elm və Təhsil Naziri bir proqram verir ki, sənə bu qanundan mı və ya indi əgər tutan fizikadırsa sənə bu qanunlardan, bu mövzulardan suallar düşəcək. Amma biz imtahanda gedib o mövzuları görmürük axı. Başa düşürsünüzmü? Və ya riyaziyyatdan bir dənə baza verilir. Həndəsədən bunlar düşəcək, riyaziyyatdan bunlar düşəcək. Biz imtahanda riyaziyyat müəllimləri olaraq gedib iştirak ediriksə və o proqramda olan sualların görmürük və yaxud da ki 60 dənə proqram verilibsə və ya 40 dənə proqram verilibsə, 40 proqramın hərəsindən 1 və 2-dən sual düşməlidir. Doğrudurmu? Amma hər proqramda bir dənə mövzudan bir sual düşmür.
Bunlar odaqlanır ən çox nəyə? Fokuslanır nəyə? Bu sualı tərtib edən şəxslər. Bir dənə mövzudan 4 və ya 5 dənə sual tərtib edirlər. Bu da gəlib çıxır 12-13 dənə mövzudan 60 dənə sual tərtib edirlər. Əslində bu doğru bir fikir deyil. Əgər siz 10 dənə və ya 12 dənə mövzudan 10 və ya 12 dənə mövzudan hərəsindən 4, 5, 6 dənə sual tərtib edib bunu 60-a gəlib çıxarırsınızsa, o zaman 40 dənə ədəbiyyat siyahısını verməyə nə ehtiyac var idi ki? O zaman 40 dənə ədəbiyyat siyahısını, 50 dənə ədəbiyyat siyahısını verməyə nə ehtiyac var idi ki? Əziz bu sualı tərtib edən şəxslər, bax mən müraciətim sizlərədir. Bu birinci məqamdır. İkinci məqamda müəllimləri də olan psixoloji vəziyyət istəyirəm ki, bir dərk eləyəsiniz. Baxın, həqiqətən də müəllimlərin psixoloji vəziyyəti yerində deyil. Yəni artıq elə müəllim var ki, ürəyi gedir, ayaq üstə uçunur. Elə müəllimlər var ki, bəlkə şəkər xəstəliyi tapıb. Yəni ümumiyyətlə bu tipli müəllimlərin sayı daha çoxdur. Hələ mən görməmişəm ki, hər hansı bir müəllim imtahandan çıxsın, belə deyək də, imtahana 27 bal aldım, 28 bal aldım və 15 bal aldım deyim, hə desin ki, heç nə olmaz, sağlıq olsun, düzələr, imtahandır. Bu şəkildə düşünən bir müəllim görməmişəm hələ ki mən. Mən imtahandan çıxan müəllimlərin əksəriyyətinin vəziyyətin pisləşməsini, hətta bəzilərinin xəstəxanaya getməsini, bəzilərinin xəstəlik tapmasını və digərlərini şahid olmuşam. İndi mən sizə sual verirəm. Biz əgər insanıqsa, biz əgər sualları tərtib etmişiksə və əgər həqiqətən də bizim niyyətimizdə təsir verənlərdə keyfiyyət səviyyəsini yüksəltməkdirsə, o zaman bəs biz müəllimləri nə hala saldığımızı axı göz ardı eləmiş oluruq. İnanın ki, mənə elə müəllimlər var ki, bəlkə 5 illik geriyə düşdü, 10 illik geriyə düşdü. Buna nə səbəb var idi? Buna nə səbəb var idi? Əlbəttə ki, elə müəllimlər var ki, indi mən videonun başlanğıcında dedim ki, onlar maddiyyat maraqlandırmır. Kollektiv, ailə və şagirdlər qarşısında olan nüfuzun aşağı düşməsi, sınmasından maraqlandırır. Amma elə də müəllim var ki, tək qazanc yeri o məktəb idi. Tək qazanc yeri o məktəb idi. Nə ailəsində heç kim işləmir, və ya özü xəstədir, uşaqları xəstədir, valideynləri xəstədir, uzaq yolda gedib gələ bilmir, istidə, yayda, qışda, palçıqda, qarlı havada gedib gəlir və bir dənə imtahana görə kəsilir və bu adam artıq müəllim adına layiq bir insan deyilmi? O şəkildə mi düşünürsünüz? O şəkildə mi düşünürsünüz? Bu adamın kifayət qədər tələbələri, bu adamın kifayət qədər şagirdləri, bugünkü gün Azərbaycan Respublikasının müxtəlif qurumlarında çalışan, söz sahibi olan şəxslərdir. İndi əgər bu müəllim adına layiq deyilsə, necə bu qədər şagird yetişdirib? Heç onu düşünmüsünüzmü? Baxın, müəllim çox müqəddəs bir vəzifədir. Həqiqətən bu belədir. Əgər biz bu, belə deyək də, imtahandan çətin keçməsi, bu imtahanda olan qərəzli mövqeləri digər peşə sahiblərinə görsərik, o zaman da sözümüzü deyərdik əlbəttə ki. Lakin bu müəllimlərin üzərində bu qədər tətbiq etmək mənə bir növ pisimə gəlir. Bilirsiniz nəyə görə? Çünki mən düşünürəm ki, əgər bir şagirdin lap hər hansı bir peşə sahibi olmasın, getsin fəhlə işləsin, getsin hansısa bir yerdə satıcı işləsin, bir şagirdin şəxsiyyət kimi formalaşmasında onun müəllimin müstəsna böyük bir rolu vardır. Bunu siz fərqindəsizmi? O adam gelib hər hansısa bir yüksək vəzifədə işləməsə belə, sabahsı günü kimləsə davranış qaydalarını bilirsə, öz valideynlərinə, öz ətrafına və yaxud da ki, hər hansısa digər şəxslərə, qarşı tərəfə rəftarı yaxşıdırsa, tərbiyəlidirsə, bunun bir nömrəli səbəbi ailə, 2 nömrəli səbəbi isə müəllimidir. Axı müəllim də ailədən biri hesab olunur. Bəlkə də bir nömrəli səbəbi müəllimdən ibarətdir. Bax, siz, əziz, bu sual tərtib edən şəxslər, əziz, bu qərəzli mövqeyi tərəf tutan şəxslər, bax, sözüm sizədir. Bax, bu məqamları unutmayın. Buna əlavə olaraq da demək olar ki, imtahanda bəzi texniki nasazlıqlar, texniki problemlər artıq ortaya çıxmışdır. Bunu bir çox müəllimlər də mənə dedi. Məsələn, ekranın tez-tez sönməsindən, mausun işləməməsindən, nəzarətçilərin nəzarətdən başqa digər məqamlara məşğul olmasından. Bunlar hər birisi əlbəttə ki, baş verən demək olar ki, olayların içərisində yer alır. Bundan əlavə olaraq da orada nəzarətçilərin belə deyək də bir növ müəyyən məqamlara şərait yaradılması, nəzarətçilərin doğru dürüst nəzarət etməmələri, əlbəttə ki, bu bütün nəzarətçilərə şamil edilmir. Sözün əsl mənasında öz işini düzgün yerinə yetirə bilməyən şəxslərə şamildir. Ümumiyyətlə, saatlarla danışmaq olar, bu videonu saatlarla uzatmaq olar. Sadəcə qısa və konkret demək istəyirəm ki, bu suallarda qərəzlilik var idi. Bu prosesdə müəllimə işə qəbul imtahanında bir qərəzli mövqeyin olduğunu mən fərqindəyəm və yaxud da ki, mənim əsas məqsədim bundan ibarətdir ki, biz ola bilsin ki, belə deyək də, MİQ imtahanını yenidən təşkil edə bilərik.
Baxın, MIQ imtahanı yenidən təşkil edə bilərik. Burada çətin bir şey yoxdur. Əgər biz 50 il və 50 yaşında, daha doğrusu 50 yaşında bir şəxsi, 59 yaşında, 57 yaşında olan bir şəxsi 40 illik, 30 illik, 25 illik stajını heçə sayıb onun müəllimlik adından məhrum eləyiriksə, bu həmin müəllimin ömrünün 5 ilini, 10 ilini geri salmaq deməkdir. Bu həqiqətən belədir, əziz yoldaşlar. Bir dənə onun gözünün dikdiyi maaş var və artıq o maaş da yoxa çıxır. Bu nə dərəcədə düzgündür? Və yaxud da ki, 58-55 yaşda olan bir şəxs necə gedib kompüterlə davranış qaydası yüksək səviyyədə olmasını siz gözləyirsiniz ki? Bu adam Sovet dövründən qalmış bir insandır. Bu adam necə kompüterlə yüksək səviyyədə peşəkarcasına məşğul ola bilər? Və yaxud da ki, imtahanda olan sualların uzunluğu, mətnlərin uzunluğu, necə bu adam 1 dəqiqə, 2 dəqiqə və 1 dəqiqə yarıma o sualları hazırlaya bilər ki, elə o mətni oxumaq elə özü 3 dəqiqə vaxt aparır. Bunun sualların tərtibində niyə bəs bunları düşünməmisiniz siz? 60 suala vaxt az deyilmi? 60 suala bu qədər çətin sualların qoyulması və bu qədər uzun sualların qoyulması, bu qədər həllinin tapılması, vaxt aparacaq sualları qoymaqda məqsədiniz nə idi? Bu günkü gün artıq mən həqiqətən sizə demək istəyirəm ki, əziz bu sual tərtib edən şəxslər, əziz Elm və Təhsil Nazirliyinin məsul şəxsləri, siz ola bilsin ki, düşünürsünüz ki, biz belə deyək də, sualların tərtibində yanılmamışıq, doğru eləmişik və yaxud da ki, biz düzük, müəllimlər səhvdir, nə bilim, təhsil sahəsində olan işçilər səhvdir. Əgər bu düşüncədəsinizsə, həqiqətən bu yanlış düşüncədir. Və sizdən gözlədiyimiz bir məsələ ondan ibarətdir ki, bu qədər müəllimləri çöldə qoymağa ehtiyac yoxdur. Bu qədər müəllimlərin stajı, bu qədər müəllimlərin peşəkarlığı və yaxud da ki, bu qədər onların şagird yetişdirməsi, olan hər birisinin göz ardını biz eləyə bilmərik. Axı, onlar bizim ailəmizdir. Müəllimləri biz necə eləyə bilərik ki, onları biz məktəbdən kənar qoya bilərik? Müəllimin psixoloji vəziyyətin nə yerdə olduğunu və yaxud da ki, hansı düşüncədə olduğunu, artıq o şagirdlə görüşəndə, yolla gedəndə mən düşünürəm ki, müəllim yolunu dəyişər ki, şagird onu görməsin. Bu mu lazımdır? Bu qoruq bir tərəf. İndi şagirdlər düşünür ki, filan müəllim savadsızdır. Şagirdlər düşünür ki, filan müəllim savadsızdır deyə kəsirdi. Və yaxud da ki, bu sahənin başı çıxmayan bir insan, nə bilim, müəllimlərin qohumları, uzaq qohumları, ətrafı, elə düşünə bilər ki, gəlib bəlkə də müəllimə təsəlli verir, amma öz qəlbinə düşünə bilər ki, buna bax, savadsızdır deyə kəsirdi. Amma bu sahədə başı çıxmayan insan, şagird olsun, müəllimlərin qohumları olsun, onlara demək istəyirəm ki, sizin müəlliminiz savadlı müəllimdir. Sistem savadlı deyil. Bax, bu sözümü yadda saxlayın. Sistemdə qərəzlilik var idi deyə savadlı deyil. Nəzarətçilər yaxşı deyil deyə savadlı deyil. Texniki nasazlıqlar var idi deyə. Sualların sayı uzunluğuna görə. Adi bir riyaziyyat sualını biz olimpiyada sualı kimi bir imtahana salması nə dərəcədə düzgündür? Və yaxud da ki, Azərbaycan dili və ədəbiyyat imtahan keçirilməsi zamanı, imtahan zamanı sualların sayındakı olan mətnləri gördükdə biz necə 60 sualdan belə deyək də 10 dənə, 15 dənə və ya 8 dənə mətn düşübsə, biz necə eləyək ki, bu vaxt ərzində bunların hamısını biz yaza bilərik ki? Ona görə də yəni, mən bir çox məqamlara toxundum və çox da danışa bilərəm, amma çox vaxtınızı almaq istəmirəm bu videoya baxan şəxslər və eyni zamanda digər şəxslər. Sadəcə yekunda bunu demək istəyirəm ki, müəllimlik vəzifəsi, müəllimlik adı bir yüksək bir vəzifədir. Biz bunu hər hansısa bir məqama görə qaralamamalıyıq. Biz bunu hər hansısa bir səbəbə görə müəllimlərin sayını azaltmamalıyıq. Biz imtahan keçirə bilərik. Mən bundan narazı deyiləm. Bax, imtahan keçirə bilərik, müəllimlər imtahanları cəlb edə bilərik. Bu barədə siz haqlısınız. Sizə bu barədə bir söz deyənmərik. Nə mən, nə ki müəllimlər və ya heç bir şəxs sizə deyənməz ki, siz niyə imtahan keçirirsiniz, niyə bizi sual cavab edirsiniz. Siz özünüzə görə haqlısınız. Düşünürsünüz ki, müəllimə təhsil verən, daha doğrusu şagirdə təhsil verən, şagirdi bir şəxsiyyət kimi formalaşdırmasında müəllimdirsə, müəllim də imtahandan keçirilməlidir. Buna görə biz sizə haqq veririk. Lakin biz sizə onda haqq vermirik ki, siz sualları olimpiyada sualları kimi salırsınız. Biz sizə onda haqq vermirik ki, siz proqramda olmayan suallar salırsınız. Biz sizə onda haqq vermirik ki, siz uzun-uzun nəticəsini tapmaq üçün bəlkə 10 dəqiqə vaxt sərf etdiyimiz suallar salırsınız. Və bu isə bizdə şübhə doğurur ki, artıq bu imtahan gedişatında müəyyən qərəzlik var.
Mən yenə deyirəm, bu vəziyyətdə biz necə başa artıq olan olub. Yəni yenə belə 100 nəfər də video çəkə, 500 nəfər video çəkə, hamı Elm və Təhsil Nazirliyinə şikayət eləyə və yaxud da ki, öz şikayətlərini ünvanlaya, ora, bura. İndi inansınız, bəlkə reportlayan müəllimlər də var. Ümumiyyətlə biz bu prosesin nəticəsi barədə maraqlanmalıyıq. Konkret nəticə necə ola bilər? Yəni biz bu MİQ imtahanlarda olan fənlərdən, yəni nəticə necə yekunlaşa bilər? Bu müəllimlərin aqibəti necə olacaq sualına gəldikdə biz necə cavab verə bilərik buna? Nə ehtimallarla ola bilər? Əlbəttə ki, ən böyük ehtimal imtahanın yerinə keçirilməsidir. Doğrudurmu? İmtahanın yerinə keçirilməsidir. Və düşünürəm ki, bu zaman daha şəffaf, daha yüksək şəkildə imtahan təşkil olunur. Buna əlavə olaraq ikinci məqamda ola bilər ki, müəllimlərdən hər hansısa bir stajı olan müəllimlərmi deyim və yaxud da ki, hər hansısa bir aşkar nöqsanlar olan suallarda düz kimi qələmə verilsin. Bax, bu olmasının tərəfdarıyam. Məsələn, bilsin nəzərdə tuturam, nöqsan olan suallar kifayət qədər mən düşünürəm ki, çox idi. Onlar düz kimi qələmə verilməsi, 29 bal alan bir müəllimi kəsilməsi yox, ona güzəşt olunub keçməsi. Bax, bunlar tipi güzəştdə ola bilər. Təşəkkür edirəm əziz müəllimlər bu videoyu izlədiyinizə görə, abunə olduğunuza görə. Nəticələri barədə mən çalışacağam ki, YouTube kanalına daimi videolar yüklüyüm, siz də özünüzdə görəsiniz. Və bu videoyu istəyirəm ki, əsas bu sualı tərtib edən şəxslər, bu prosesin işində iştirak edən şəxslər də dinləsinlər və düşünürəm ki, dinləyirlər də. Bax, əsas odur ki, yəni bəlkə də bilmirsiniz. Yəni sual imtahan yerinə təşkil eləmədiniz, 29 bal alan 30 bal eləmədiniz və yaxud da ki, suallar çətinlik səviyyəsindən razı deyilsiniz. Sizin düşüncənizə görə müəllimlərdə imtahan belə deyək də savadlıdırsa keçməli düşüncəsindəsinizsə, bunun hamısını qoyaq bir qırağa. Bax, bir şey sizə deyim. Görün nə qədər müəllim imtahan verdi. Düzdürmü? Nə qədər müəllim imtahan verdi. Və bu müəllimlərin, kəsilənlərin əksəriyyəti, imtahandan 30 bal almayanların əksəriyyəti, mən sizə onu deyə bilərəm ki, bu müəllimlərin ömründən ömür getdi. Bax, bu söz mən sizə deyə bilərəm. Bax, bundan artıq nə ola bilər ki? Deyir ki, mənim 36 il müəllimlikdə stajım var. Mən nəyə görə bugünkü gün müəllim olmayım? Nəyə görə? 30 il stajı var, 25 il stajı var, 27 il stajı var. Və müəllimliklə yanaşı repetitorluq fəaliyyətində məşğul, uşaq hazırlaşdırır. Sabahsı gün uşaq deməyəcək ki, bu müəllim imtahandan kəsilibsə, mən necə bu yana hazırlığa gedirəm? Bunu öz imtahandan keçə bilmir ki. Bəs artıq uşaq axı bilmir ki, şagird axı bilmir ki, vəziyyət nə yerdədir. Müəllimlərin psixoloji vəziyyəti nə yerdə olduğunu bilmirsiniz. Müəllimlərin xəstəlik tapdığını bilmirsiniz. Buna əlavə olaraq da müəllimlərdə bayaq da dedim, bir daha demək istəyirəm, cəmiyyət içərisində olan hörmətinin nə qədər yerə düşdüyünü bilmirsiniz. Bunun fərqində deyilsiniz bəlkə də. Amma istəyirəm ki, fərqində olasınız. Müəllimlərin ruhi psixoloji vəziyyəti yerində deyil artıq. İmtahana kəsilənlərin. Müəllimlərin artıq bir çox xəstəlik tapdı. Müəllimlərin artıq bir çoxu qorxudan, həyəcandan və yaxud da ki, baskıdan, müəyyən səbəblərə görə artıq demək olar ki, çoxsu şəkər xəstəliyi, təzyiq xəstəliyi. Ümumiyyətlə də yəni, bu xəstəlikləri saya bilərik, digər məqamları saya bilərik. Mən ümumiləşdirib biraz verəcəm. Müəllimlər əgər bir imtahandan kəsilən bir müəllim adi bir halda 70 il yaşayacaqdırsa, artıq düşünürəm ki, onun ömrü düşdü 65 ilə. Bu nəyə görə onun ömründən ömür getməli idi? Hər birinizi izlədiyiniz üçün təşəkkür edirəm. İnşallah ki, görəcək tədbirlər barədə, növbəti MİQ imtahan sualları barədə yenidən görüşəcəyik burada. Kanalı izləməyi unutmayın. Düşünürəm ki, bu məsələ öz yerini tapacaq. Sağ olun, salamat qalın.